Arpit Gohil. Təsəvvür edin ki, ürəyiniz sinə qəfəsinin içində sümük ilə qorunmur. Dəri qatının dərhal altında açıq vəziyyətdə döyünür və siz Hindistanın bir kəndində dünyaya gəlirsiniz. Həkimlər ailəyə deyir ki, ən kiçik bir zərbə belə onu öldürə bilər. Yaşaması möcüzədir. Çoxumuz belə bir vəziyyətdə uşağı pamuqlara sarardıq, evdən çıxarmağa belə qorxardıq. Amma Arpitin həyatı tam əksinədir. O ağaclara dırmaşır, atasının traktoruna çıxır, idman edir. Qısacası ürəyinin hər döyüntüsünü həqiqətən yaşayaraq doldurur. Bu qədər müdafiəsiz bir bədənlə hər gün çölə çıxmaq yalnız fiziki deyil, inanılmaz ruh gücü tələb edir. Və Arpit, qorxsam artıq bitmiş olaram deyərək yaşamağa davam edir. Bu səbəbdən onun hekayəsi yalnız tibbi bir möcüzə deyil, taley qarşısında boyun əyməyən bir gəncin qorxunu geri itələyərək həyata meydan oxuma hekayəsidir. Ekrana baxan hər kəsə mən nəyi bəhanə edirəm sualını səssizcə verən bir güzgü kimi durur. Kathleen